Salam əziz dostlar. Bir şeiri sizin için paylaşırım. Döyülən qapım. Ya işıq puluna, ya qaz puluna, ya da su puluna gələn əliyle bir gündə neçə yol döyülən qapım. Döyənin üzünə açılmayanda mənim əvəzimə söylən qapım. Gündə döyülməkdən əyilən qapım. Vallah sana yaman yazığım gəlir. Dostlanış əlindən heç bağlanmayan, qonşu qapısına hey həsrət, Allah fağır baxan qapımı, dostların yadından çıxan qapımı, indi kədər döyür, ancaq dərd döyür. Dərdi şimşək kimi çaxan qapımı, bu qansız döyənlər yaman bərk döyür. Az qalır dil ola dillənə qapım, az qalır yalvara gələnə qapım, qapımın da mənə yazığı gəlir. Elə bağlanıb ki bu qapı haqdan, onsuz da bu qapı açılan değil. Ay döyən özünü yorma nahaqdan, kimsə bu qapıdan bacalan değil. Mən bağlamamışam bil bu qapını, haqdan bağlananı necə açım mən? Talih qismətimdən, alın yazımdan, bəxtimin payından hara qaçım mən? Sən də get hələlik gözlə mənim tək, bir gün bu qapını bağlayan fələk, bəlkə öz əli ilə açası oldu, bəlkə üzüm kimi qara qapımın bəxti üstünə gün sasası oldu. Onda öz payını alarsan sən də, indisə açmağa üz yoxdur məndə. Sən də ay yerimə söylən qapım, gündə döyülməkdən əyilən qapım, qarğış yağdırılıb qara üzünə, heç açılmayasan deyilən qapım. Sənin də yanında üzüm qaradır. Üz qaralığından qəlbim yaradır. Hər dəfə yerimə döyüldükcə sən, hər dəfə yerimə söyüldükcə sən, utanıb, qızarıb yerə girmişəm. Yatıb yuxumda da səni görmüşəm. Daha qalmasa da dözümüm, tabım, biraz da səbr elə, qoy mən də dözüm. Bir gün günüm kimi ay qara qapım, ağarar səninlə mənim də üzüm. Çəkirəm taleyin, qismətin, yükün, haq verən payına qayılam, qayıl. Bu bağlı qapını yəqin ki bir gün ya Allah açacaq, ya da Əzrail.